Çində istehsal olunan və 2015-ci ildən dövriyyəyə buraxılan Labubu adlı oyuncaq hazırda bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da satışdadır. Lakin bu oyuncağın yaratdığı təsirlər cəmiyyətin müxtəlif təbəqələri arasında müzakirələrə səbəb olub. Sosioloq Üzeyir Şəfiyev Today Press TV-yə açıqlamasında bildirib ki, bu oyuncaq həm qorxu və təşviş, həm də sevinç və maraq doğuran iki qat məzmun daşıdığı üçün insanların marağına səbəb olur. Onun sözlərinə görə oyuncaq bir növ sirli qutu təsiri bağışlayır. İnsanlar onun içindən nə çıxacağını bilmədiyi üçün almağa maraq göstərirlər. Ekspert əlavə edib ki, bu məhsulun satış texnologiyası digər məhsulların da alıcılıq qabiliyyətini artırıb. Lakin məhz bu xüsusiyyətlərinə görə oyuncaq Çin daxilində də tənqidlərə tuş gəlib və nəticədə ölkədə qadağan olunub. Stat: Birincisi, bu oyuncaq aludəçilik yaradır. İkincisi, istehlak etikası baxımından da tənqid olunur. İnsanlar bu oyuncağa sahib olmaq üçün digər məhsulu da almağa məcbur qalırlar ki, bu da marketinq prinsiplərinə ziddir. Oyuncağın bu qədər məşhurlaşmasında dünya ulduzlarının onu öz gündəlik həyatlarında nümayiş etdirməsi olub. Bu da oyuncağı bir trendə çevirib. Statın sonu. Sosioloqun fikrincə oyuncağın qiymətinin süni şəkildə artırılması və onun bu formada təşviq olunması doğru deyil. O bildirib ki, psixoloq və marketoloqlar bu oyuncağın uşaqlarda asılılıq yaratdığını və neqativ davranışları çoxaltdığını əsas gətirərək onun əleyhinə çıxırlar. Stat: Rusiya psixoloqları artıq bu oyuncaqla bağlı tədqiqatlar aparır və ilkin nəticələr onun uşaqlarda aqressivliyi artırdığını, qorxu və təşviş yaratdığını göstərir. Amma eyni zamanda bu oyuncaq bəzi hallarda qorxunu dəf etməyə və emosiyaların idarə olunmasına da müsbət təsir göstərə bilər. Bu cür məhsulların cəmiyyətə təsiri geniş şəkildə araşdırılmalı və onların mənfi təsirləri ilə bağlı vaxtında tədbir görülməlidir. Statın sonu. Üzeyir Şəfiyev qeyd edib ki, Labubu öz ölkəsi olan Çində qadağan olunub. Oyuncağın gələcəkdə bazarda mövcudluğu isə aparılan elmi tədqiqatların nəticələrindən asılı olacaq. Türkan İskəndərli, Today Press TV.